Napolyon tortunun bu qədər rahat olduğunu bilsəydim, daha əvvəldən hazırlayardım. Bu qədər rahat olduğunu düşünmürdüm. Mənə çətin olduğunu demişdilər. Əvvəlcə tortumuzun kremini hazırlayaq. 2 ədəd yumurtaya yarım stəkan şəkər tozu əlavə edirik. 2 qaşıq nişasta, 2 qaşıq unu əlavə edib qarışdırırıq. Daha sonra bir ədəd əlavə etdikdən sonra 2 stəkan da südümüzü əlavə edib qarışdırıb ocağa alırıq, qatılaşana kimi qarışdırırıq. Videoda göstərdiyim kıvama gəldikdən sonra ocaqdan götürə bilərsiniz. Yadığımız krem soyana kimi biz keçirik tortumuzun lavaşları üçün xəmirini hazırlamağa. 4 stəkan unu qabımıza əlavə edirik və 200 qram kərə yağıyla unumuzu umaç halına gətiririk. Umacın üzərinə 2 ədəd yumurtanı yüksək hamaratlığımızla əlavə etdikdən sonra əslində burada 2 qaşıq xama, yağlı xama əlavə etmək lazımdır və mənim evimdə xama olmadığına görə mən evdə olan qatığı əlavə elədim. 1 ədəd vanil, 1 ədəd qabartma əlavə eləyərək xəmir halına gətirdim. Əgər xəmir halına gəlmərsə, biraz da su əlavə eləyə bilərsiniz. Xəmiri qabda biraz yoğurduqdan sonra dəzgahın üzərinə aldım. Çünki xəmiri tam yumşaq hala gətirməyə ehtiyac yoxdur. İçində biraz da olsa dopaqları qalsa da olar. Çünki içindəki yağ tam əriməməlidir. Bir dəqiqə bu arada sizdən bir xahişim olacaq ki, videoyu bəyənib kanalıma abunə olasınız ki, belə gözəl, rahat reseptləri mən daha çox paylaşmağa həvəsim olsun. Videonun əvvəlində hazırladığımız krem soyuduqdan sonra üzərinə 100 qram kərə yağı əlavə edib, 1 ədəd də vanil əlavə etdikdən sonra yaxşıca qarışdırırıq. Daha sonra kənarda hazırladığım krem şantini də bu kremin üzərinə əlavə edirəm və krem o qədər gözəl alındı ki, sizə sözlərlə ifadə edə bilmərəm. Artıq keçdi xəmirlərimizi yayıb bişirməyə. Mən tavanın arxa hissəsində qəşəng yaydıqdan sonra bir bütün hamısını bişirdim. Bunları sizə bir göstərmədim ki, sizin üçün sıxıcı olmasın. Bütün lavaşları hazırladıqdan sonra artıq keçdim kremləməyə. Bu arada kremini bol-bol əlavə edin ki, daha sonradan bu lavaşlar bütün kremi özünə çəkirlər. Bu arada onu da qeyd edeyim ki, mən özüm biraz çox ötürmüşəm lavaşlarımı ki, qovrulmuş dadı olanda daha çox xoşum gəlir. Siz istəsəz daha az bişirə bilərsiniz. Yəni artıq tortumuz demək olar ki, hazırdır və videonun sonuna gəlib çatırıq. Əgər mənim videomu bəyəndinizsə, tortu bəyəndinizsə, hazırlasanız yorumlarda qeyd etməyi unutmayın. Gələn videolarda görüşmək üzərə. Sağlıqla qalın. Bu arada abunə olmağı da unutmayın. Sağ olun.